2023-cü ildə ölkənin ən böyük təhsil ocaqlarından biri olan Bakı Dövlət Universitetindən 4492 nəfər məzun olub. Yenavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Məşğulluq Agentliyinin açıqladığı məzunların məşğulluq reytinqində yer alıb. Bildirilir ki, Bakı Dövlət Universiteti məzunlarının 62,5%, yəni 2809 nəfəri işlə təmin olunub. Muzla işləyən Bakı Dövlət Universiteti məzunlarının 65,9%-ni qadınlar, 34,1%-ni isə kişilər təşkil edib. 2023-cü ildə işlə təmin olunan məzunların 1500 nəfərinin, yəni 53,4%-nin əmək haqqı 400 manatdan aşağı olub. 401-500 manat arasında əmək haqqı alan məzunların sayı isə 520 nəfər təşkil edib. 1400 manatdan yuxarı əmək haqqı alan məzunların sayı isə cəmi 8 nəfər olub. 2023-cü ildə Bakı Dövlət Universiteti məzunlarını ən çox işə götürən 10 qurum bunlar olub.